Axşamınız xeyirli olsun. Gönəz müəllim, xoş gəlmisiniz. Salam, çox sağ olun, dəvət eləmisiniz. Gönəz müəllim, İran-İsrail münaqişəsi gözlədiyimizdən daha çox coğrafiyanı əhatə elədi və bütün Körfəz ölkələri, xüsusilə tranzit rolunu oynayan şəhərlər belə bugün hava hücumundan bombardımana, hücumlara məruz qalır. Bu proses Azərbaycanın turizm sektoruna necə təsir göstərir? Bugün vəziyyət Azərbaycan turizm sektorunda necədir? Turizm sahəsi çox geniş və maraqlı bir sahədir. Amma eyni zamanda çox həssas sahədir. Çünki istər regionlarda, istər dövlətlərdə baş verən hansısa bir xoşa gəlməz hadisələr istər-istəməz turizmə birbaşa təsirini göstərir. Məsələn, 2020-ci ildə bilirsiniz ki, pandemiya ilə birinci turizmə zərbə dəydi. Hansısa dövlətlərdə əgər bir narahatçılıqlar varsa, orada turizm ən birinci belə aksayan sahə turizm olur və hal-hazırda bilirsiniz ki, baş verən qonşu dövlətlərdə baş verən hadisələrlə bağlı bu da turizmə birbaşa öz təsirini göstərir. Biz televiziya vasitələri ilə, media vasitələri ilə izləyirik ki, bir çox ölkələrdə hal-hazırda turistlər nəinki gəlməkdə, oradan sürətlə oradan çıxmaq arzusundadırlar. Bu da istər-istəməz turizmə böyük zərbə dəyir. Bilirsiniz ki, Novruz ayları turizmin ən çox səfər edən aylarından sayılır. Turistlər bu aylarda çox səfər edirlər və məsələn bizim vətəndaşlar özləri belə hər il Dubaya, Qatara, Novruz ərəfəsində səfərlərin edirdilər. Amma hal-hazırda bu tam olaraq demək olar ki, dayandırılıbdır. Ora getmək mümkün deyil və təhlükəsizlik baxımından da böyük riskləri var. Və istər-istəməz bu həm qeyd etdiyim ölkələrə böyük təsirini göstərir və digər qonşu dövlətlərə də öz təsirini davam edir göstərməklə. Məsələn, Azərbaycana gələn turistləri əgər nəzərdən keçirsək, baş verən hadisələr istər-istəməz Azərbaycana gələn turistlərin sayında da öz mənfi təsirini göstərir. Bu bizdən asılı bir proses deyil, amma regionda baş verənlər turistlərin gəlməyində axsamalar müşahidə olunur. Belə münaqişələrin ümumiyyətlə sektora təsirini mümkün qədər azaltmaq üçün hansı addımlar atılmalıdır? Necə düşünürsünüz və ölkəmizdə turizm cəlbini şaxələndirmək mümkündürmü? Çox yaxşı sualdır. Düşünürəm ki, alternativ istiqamətləri nəzərdən keçirmək lazımdır. Çünki Azərbaycana gələn ölkələr var ki, biz bilirik ki, hər il öndə gedən, ən çox gələn turistlərin sayıları, məsələn, Ərəb Körfəzi bilirsiniz ki, Azərbaycana ən çox gələn turistlərdən sayılır. Amma hal-hazırda onlar gələ bilmirlər. Və düşünürəm ki, bu vəziyyətdə alternativ istiqamətlərə üst tutaraq, bu istiqamətlərdən turistlərin cəlb edilməsi daha yaxından məşğul olmaq lazımdır. Hal-hazırda bir çox dövlətlərdə, ölkələrdə turizm, belə deyək, önümlü tədbirlər keçirilir, sərgilər keçirilir. Ümumiyyətlə, ilin əvvəli həmişə sərgi ayları olur və mən bilirəm ki, Dövlət Turizm Agentliyi bu məsələdə yaxından iştirak edir və sərgilərdə bizim turizm icması cəmiyyət hamı iştirak edir orada və turizm imkanlarımızı təbliğ edirlər və bu da belə deyək, bir fürsətdir ki, belə deyə bilərik əgər digər ölkələrdən də turistləri cəlb edə bilək. Turistlərin ölkə seçimində əsas amil təbii ki, nəqliyyat xərcləri və avia biletlərinin qiyməti ilə bağlıdır. Bizim üçün kifayət qədər bahadır bu. Bəs tarifləri aşağı salmaq mümkündürmü? Bu istiqamətdə hər hansı bir təkliflər varmı? Əslində, bayaq qeyd etdiyim mövzunun davamı olaraq xüsusilə qeyd etmək istəyirəm ki, bu məsələdə hava yollarının böyük dəstəyinə ehtiyac var. Çünki hal-hazırdakı mövcud vəziyyətdən nəzərə alaraq hansısa bir kampaniyaların keçirilməsi, qiymətlərin daha münasib olması çox vacibdir. Amma təəssüf olsun ki, biz görürük ki, qiymətlər hələ də yüksək olaraq qalır. Bu məsələdə hava yolları düşünürəm ki, çox ciddi öz qiymət siyasətini baxmalıdırlar. Ümumiyyətlə, mən hər zaman söyləyirəm ki, büdcəli hava yollarının çox olması bizim üçün çox əlverişli bir hal var
Düzdür, var. Hal-hazırda Azərbaycanın bir neçə büdcəli hava yolları deməli, səfərlərini həyata keçirirlər. Amma bunun sayı artmalıdır və eyni zamanda digər hava yolları da qiymət siyasətini məncə diqqətdə saxlamalıdır. Və bir çox hallarda ölkə daxilində istirahət etmənin xaricdən daha baha başa gəldiyini müşahidə edirik. Yerli turistlər üçün bölgəmizdə olan otellərin və istirahət mərkəzlərini bugün nə dərəcədə əlçatan hesab etmək olar? İnsanlarımız nə dərəcədə rahat şəkildə gedib gələ bilirlər? Son zamanlar müşahidə olunur ki, bizim vətəndaşlar bölgələrə səfər etmələri çox sevirlər. Bu xüsusi olaraq pandemiyadan sonraki dövrlərə də biz bunu müşahidə edirik ki, ildən-ilə say artır. Vətəndaşlarımız bizim bölgələri görmək istəyirlər, istirahət etmək istəyirlər. Amma bölgələrdə olan otellərin sayında təəssüf olsun ki, azdır. Daha çox olmalıdır. Elə rayonlarımız var ki, orada cəmi 1-2 otel var. Mən düşünürəm ki, yerli iş adamlarının bu sahəyə daha aktiv deməli, üst tutmaları otellərin sayında, qonaqlar evlərinin sayılarında, ümumiyyətlə turizm mərkəzlərinin açılmasında daha çox maraqlı olmalıdırlar. Onlar bundan nə qədər çox maraq göstərəcəklərsə, qiymət siyasəti də istər-istəməz özündə bir tənzimləmə xarakteri aparacaq və bazar özü bunu tənzimləyəcək. Nə qədər çox rəqabət olarsa, o qədər də çox qiymət baxımından yanaşmalar rəqabətə girəcək və o tənzimləyəcək, bazar özü onu tənzimləyəcək. Eyni zamanda da xidmət keyfiyyəti baxımından da böyük xeyri ola bilər. Burada problemləri sadaladınız və xüsusi olaraq xidmət sahəsinə son olaraq toxundunuz və Milli Məclisdə də dəfələrlə turizm sektorunda olan problemləri qaldırmışsınız, işıqlandırmışsınız, səsləndirmişsiniz və xüsusilə kadr çatışmazlığı məsələsinə xüsusi olaraq toxunursunuz. Bununla bağlı nə təklif edirsiniz ümumiyyətlə? Bildirmək istəyirəm ki, kadr siyasəti böyük rol daşıyır. Çünki yerlərdə bunu həyata keçirilən insan faktorudur və burada kadrların təcrübəli, professional olması çox vacibdir. Turistlərlə birbaşa işləyən insanlardır və bu insanlar necə bu xidməti yüksək göstərəcəklərsə, turistlər də xoş əhvalla öz ölkələrinə qayıdaraq yenə də ölkəmizə səfər etmək istəyəcəklər. Bu səbəbdən kadr məsələləri çox vacibdir. Bizim deməli turizm universitetimiz var. Gənclərimizə təlim keçirirlər, dərslər keçirirlər. Bir neçə kurslarımız var. Mən bilirəm ki, onlar turizm şirkətləri, otellər üçün, bələdçilər üçün deməli təlimlər keçirirlər. Yaxşı amildir, gənclərimiz üst tutur bu sahəyə. Çox maraqlı sahədir turizm. Ümumiyyətlə öz ətrafında onlarla sahəni birləşdirən bir sahədir. Və bu sahədə yəni nəinki maddi qazanc əldə etmək, eyni zamanda da çox yaxşı bir fürsətdir ki, yeni dostlar tapmaq, mətbəx evi, ölkə evi təbliğ etmək. Onu düşünürəm ki, bu kadr məsələsi vacib məsələlərdən biri olaraq qalır. Və bu səsləndirdiyiniz təkliflərin fonunda, nəticəsində hər hansı bir dəyişiklik varmı? Yəni, misal üçün, görüşlər keçirilirmi? Nəticə əldə olunurmu? Bəli, biz periyodik olaraq görüşlər keçiririk. Bu yaxınlarda da bilirsiniz ki, parlamentdə ictimai dinləmə keçirilmişdi bu mövzu, turizm mövzusu ilə bağlı geniş bir dinləmə idi. Demək olar ki, bütün aidiyyatı qurumlar orada iştirak edirdilər. Bizim millət vəkillərimiz orada iştirak edirdi. Eyni zamanda ictimai birliklərin rəhbərləri oradaydı. Turizm sektorunda aktiv olan insanlar orada yaxından iştirak edirdilər. Bəli, bu formatda tədbirlərin keçirilməsi çox böyük önəm daşıyır və düşünürəm ki, bu nəticə olaraq sonunda hamının niyyəti odur ki, Azərbaycan daha çox turist gəlsin və yeni iş yerləri açılsın, ölkəmizin imkanları geniş olaraq təbliğ olunmaq imkanlıdır, yəni ki, çox gözəl bir imkandır. Aydındır. Göydəniz müəllim, çox təşəkkür edirik studiyamıza gəldiyiniz üçün. Sizinlə sağollaşırıq. Çox sağ olun, təşəkkür edirəm, dəvət edədiniz. Hörmətli tamaşaçılar, İqtisadi Zona davam edir.